xeyir olsun. Çox hörmətli, dəyərli, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canını fəda verən övladların, böyüdənlər, atalar, analar, bacılar, qardaşlar, sizin hər birinizi qəhrəmanlar, igidlər yurdu biləsularımızda bu gözəl tədbirdə görməyimizə çox şadıq və sözsüz ki, həmişə sizlərin, bizim xüsusilə şəhidlərimizin, Qarabağ qazilərinin, Vətən müharibəsi iştirakçılarının doğum günlərində, anım günlərində həmişə sizlər olan, sizin ocağınızda, həyatınızda zərrə qədər də olsa təsəlli verib, inam yaradan və həmin günləri, tarixi günləri, tarixi anları çəkib, sosial şəbəkələrdə paylaşmağı özünə mənəvi borc bilən bugün Vüsal Mustafayevin ad gününə yığışmışıq. Bir daha hər birinizi xoş gördük, sizinlə həmişə xoş günlərdə görüşmək arzusu ilə. Mübariz yolunu hörmət seçdilər, vətən deyib canlarından keçdilər, məzara yox, ürəklərə köçdülər, qanı ilə qələbə yazan şəhidlər. Torpağım qızıldır, yurdum cənnətdir, qoynunda yaşamaq özü neymətdir, oğulların mübarizdir, hikmətdir, sənin şəhidin var, qəhrəmanın var, igidlər yurdusan, can beləsi var. Bəli, bugün sizinlə beləsularımızla tarixi anlar yaşayacaq. En azından ona görə ki, sizlər varsınız. Valla, həmişə həsbət çəkmişik, fikirləşmişik ki, bütün tədbirlərimizdə görəsən şəhid atalarından, analarından, bacı qardaşlarından məclisdə varsa, həmişə bizim məsuliyyətimiz, bizim əvvəla orada bizim şərəf bilirik, qürur bilirik ki, bu məclisdə heç olmasa bir şəhid ailəsi var, şəhid atası var, anası var, bacısı var, qardaşı var. Çünki o bizə tarix yazıb, tarixə çevrilənlər bizim üstümüzdə haqları var. Və ödəyə bilmədiyimiz bir haqdır. Nə mal borcudur, nə mülk borcudur, nə pul borcudur. O mənəvi borçdur. Bir ömür bizimlə yaşayan borc. Gəlin sizinlə bugün həmişə qəlbimizdə olan, əbədi bizimlə son məzara qədər gedən, bir ağrını, acını çəkən bizim şəhid ailələrisiz, hər biriniz sizin qarşınızda baş əyirik və gəlin sizinlə olduğumuz bir məclisdə də onların xatirəsini bir dəqiqəli sükutla yad edək. Azərbaycanımız var olsun, onun qəhrəman ordusu, hücumlarımız, hörmətli ziyavar iştirakçıları. Məlumat üçün mən sizə məlumat verdim. Bizim şəhid ailələri, şəhid ataları, analarla birgə bugün 1-ci Qarabağ müharibəsinin veteranları. Mən rica edirəm, məclisimizin elə bu dəqiqəsində bir anında gəlin Vüsal bəyi bir ürəkdən alqışlayaq, onun huzurunu, can sağlığı arzu edək. Onun auditoriyası təkcə biləsularla bilirsiniz ki, ölçülmür. Mən bunun həyatı hər birinizə məlum olduğuna görə mən qısaca deyəcəm. 1983-cü ildə Biləsulardan anadan olub. Elnulayev adına 4 nömrəli şəhər orta məktəbi bitirib. Orta təhsillidir və özünə vətən müharibəsi başlayanda, özünə bir vətənin bir oğlu kimi, təəssüfkeş, qeyrətli oğlu kimi bir narahatçılıq, vicdanlıq səsinə səs verərək 27 sentyabrdan hərbi komissarlığın qabağında olan izdihamdan tutmuş, bugünkü günə qədər özünə mənəvi borc bilib bizim qəhrəmanlarımızı, qəhrəman ordumuzu, cəbhəyə yardım göstərənləri, mən bunların canlı şahidiyəm,
və ev, mənzil, ocaq gəzib, həyat gəzib, onların qayğısına qalıb, onları işıqlandırıb, problemlərini yaymaq və bütün bunların hər birinə vaxt çatdırır. Bax, bu Vüsal Mustafa'yı. Buna göstəriş verən də yoxdur, buna tapşırıq da verən yoxdur. Hansı bir, tutaq ki, icra strukturundan mı, digər təşkilatlardan. Lakin bu vicdanın səsinə, qəlbinin səsinə səs verirlər, gözündən mənəvi borc bilinir. Təhsə biləslardan mı? Xeyr. Onun sonralar Lənkərandan, Cəlilabaddan, Səlyandan, Neftçalardan, qonşu rayonlardan gəlir. Və bu da onun bir Azərbaycanlı olmağı, onun o təsvibkeş bir oğul olmağını bir daha əyanı sübutudur. Və bugün Xeyrxah Ford adlı bir bizim nəqliyyat vasitəmiz var. Xeyrxah Ford adlı sosial şəbəkələrdə saytlar var, səhifələr var. Artıq onun səhifələrində bizim izləyicilərimiz milyonu keçir. Nəyin hesabına? Çünki o haqqı, ədaləti çəkir. Şəhid anasının qəlbindən keçən hissləri keçir. Şəhid atasının qayğılarını çəkir. Onların anım günündə onların yanında olur, tarixi günlərdə, bütün tədbirlərdə. Tədbirə gələn adamların təəssüratını çəkir, işıqlandırır. Bilirsiniz, bütün bunlar hamısı ilk baxışda sadə görünsə də, amma gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməyində çox böyük xidmətləri var. Çünki bugün sosial şəbəkənin bütün evlərə daxil olur. Qat uşaqlara da, gənclərə də, tələbələrə də. Mən sizi inandırıram, hər dəfə elə sorağı gəlir, elə adamlar zəng vururlar ki, maraqlanırlar. Nə yaxşı ki, bizim biləsularımızda bütün bu həyatı işıqlandıran, çəkib göstərən Vüsal kimi bir oğullar var. Mən deyərdim ki, bəlkə də Respublikamızda fəaliyyət göstərən siyasi bloger deyirik, onların ən qabaqdan öndə gedəni də Vüsal qədər zəhmətkeş deyil. Çünki o qışın qarlı çağında da, yayın isti çağında da, isti bilmədən, soyuq bilmədən həmişə sizlərin yanındadır. Və ona görə də onun bu günləri mənə zəng vuranda ki, şəhid anaları, xüsusilə Güzara xanımı salamlayıram burada, mənə zəng vuranda ki, biz yığışıb qərara gəlmişik ki, o da bir mənəvi borçlu özümüzə bilirik. Həmişə bizim qayğımıza qalan, çəkib işıqlandıran, problemlərimizi, qayğılarımızı nə olar? Bir dəfədən bir sevinçli gündə, onun sevinçli gündə biz onun yanında olaq, ona dəstək olaq. Mən dedim, alqışlayıram da təşəbbüsü. Bilirsiniz, insan elə bir varlıqdır ki, Tanrı bizi belə yaradıb. Həm kədərli, kövrək işlər yaşayırıq, həm də sevinçli anlar bizlər, sizlər üçündür. Ona görə də bu günləri mən sizin o ürəyinizə eşq olsun deyirəm. O sizin hər birinizin varlığınıza min şükür deyirəm. Nə yaxşı ki, sizlər varsınız. Nə yaxşı ki, belə gündə də dəyər verib Vüsal kimi bir insanın, bir oğlun, dəyərli vətənpərvər oğlunun az gününə belə zəhmət çəkib vaxtınızı, dəyərli vaxtınızı gəlib burada iştirak edirsiniz. Bu əlbət buna diqqətli, dəyərli. Bir daha hər birinizə təşəkkür edirik və istəyirəm ki, bir özümüzü də alqışlayaq. Bu alqış sizə yaraşır. Müsasiyyən haqqında çox deyə bilərəm, amma hələlik bir hissəsi bəsdir və bugünkü tədbirimizi bizim Dünya TV və Bakı TV-nin əməkdaşı, bizim bölgəmiz üzrə İlqar müəllimi salamlayıram, həmişə bizimlədir. Artıq o sizin hər birinizi tanıyır, Allah'ın olsun. İçəri daxil olduqsa salamlaşırdınız və sizlər də onu tanıyırsınız. Məhsimizdə bizim digər bölgələrimizdən də xüsusilə Cəlilabaddan qonaqlarımız var, hər birini salamlayıram. Başqa bölgədən var? Olsa biləcəyik, neylər. Bir daha hər birisi salamlayırıq və həmişə Vüsalla bərabər mən onu həmişə görmüşəm, çəkib işıqlandırıb. Mən bizim rayonumuzda eşq qaranqış video kameraman dostlarımızdan biri Həşim qardaşımızdır. Həşim salamlayıram. Həşim də özünə mənəvi borc verib bugün bizimlə bu tədbirdədir. Belə, hörmətli ziyafət iştirakçıları, mən bir daha hər birinizə təşəkkür edirəm. Var olun. İndi deyirsən, yoxsa mən sizin sonunda deyirsən? Mən də çox sağ olun deyirəm, təşəkkür edirəm Salamat müəllim, gözəl sözlərə görə. Valla həyəcanlıyam, həqiqətən də. Reallıq budur ki, mənim üçün böyük bir hədiyyədir ki, qəhrəman şəhid valideynləri bu gündə mənim gözəl günümün böyük bir möhtəşəm bir gün elədilər. Qarşılarında baş əyirəm, analarımın, şəhid atalarımın qarşısında baş əyirəm. Burada olanlara, olmayanlara da təşəkkür edirəm, var olsunlar deyirəm. Valla mən bu məclisdən xəbərim yoxdur. Karvan rəhbərinə də təşəkkür edirəm ki, belə bir şərait yaradıb. Elman müəllimə, başda rəhbərlik, bütün işçilərinə təşəkkürümü bildirirəm. Elman müəllim də deyə bilər ki, valla mənim xəbərim yox idi, mənə zəng elədilər.
Dedilər ki, sənin ad gününü keçiririk. Həqiqətən də Salamat müəllim istəmədim əziyyət verəm, ancaq bir tərəfdən də sevindim ki, həqiqətən mənim gözəl, dəyərli, qəhrəman şəhid analar, bu gün rahat sərbəst azadlığımız üçündür. Övladların qurban verən qəhrəman şəhid anaları mən üçün bu cür həqiqətən möhtəşəm bir gün hazırlayıb və 1-ci Qarabağ müharibəsinin qəhrəman igid hər döyüşçüləri, qaziləri, veteranları və vallahi onlara da borcluyuq. Torbaların 80%'ini bu kişilər qoruyub saxladılar və onlardan da sonra 2-ci Qarabağ müharibəsində canlarının, bədənin müəyyən hissəsinin vətən uğrunda qurban verən qazilərdir. Bu dediyim insanlara xahiş edirəm, bir dənə alqışlayalım görüldür. Başqa deyilmez. Mən hamımıza razıyam, hamımızın da baş əyirəm. Gözəl qonşularım da buradadır, onlara da çox sağ ol deyirəm, məni saya salıb gəliblər, təşəkkürümü bildirəm. Kimlər mənə saya salıb, kimlər mənə bugünkü gündə təbriklər göndərir, təbriklər edir. Olanlar da, deyənlər də, gəlməyənlər də, yəni gələnlərə də qarşılarında baş əyirəm, var olsun deyirəm. Salamat müəllim, sizə də təşəkkür edirəm, var olasınız deyirəm. Vallahi həqiqətən də çox gözəl bir aparıcı kimi aparıcısınız, insan kimi insansınız. Biz sizə də çox sağ ol deyirik. Hər zaman şəhidləri yaddan çıxartmırsınız, çox sağ olun deyirəm, var olasan. Əsəd qardaşım, sənə də var olasan deyirəm. Səllavatdan həqiqətən sözümü yerə salmadım, bugün mənim yanımda oldun. Əsəd də bizim dəyərli qardaşımızdır. Hər zaman şəhid ailələri yaddan çıxartmır, hər zaman da şəhid ailələrin yanındadır. Bir də Əsəd də gürültülər işləyir. Var olasın. Teşekkür. Minnətdarlıq edirəm. Və sözsüz ki, Karvan